أما هل لك أن تنظر ما في مكونات وما أذن لك أن تقف مع ذوات المكونات قل انظروا ماذا في السماوات فتح لك باب الأفهام ولم يقل انظروا السماوات لئلا يدلك على vücud الأجرام. Allah-u Teala sizə bu dünyada yaratdığı şeylərə baxmağınızı əmr edib. Göyə baxın, yerə baxın, Allahın yaratdıqlarına baxın. Allahın əzəmətini, Allahın böyüklüyünü xatırladın. Bu sizin üçün Allaha iman yolunda böyük bir lütuf olacaqdır. Unzuru məzə fi səmavat. Baxın, görün, yerdə, göydə Allah-u Teala nələri yaradır. Ən-nəs yəmdahunəkə limə yazunnunə fikə fəkun əntə zəmmən li nəfsikə limən ta'ləmuhu minhə. İnsanlar ola bilər ki, sizi üzərinizə görə tərifləyərlər, arxadan tərifləyərlər. Amma insan heç bir zaman özünü bəyənməməlidir. Amma hər zaman hər kəs özünü daha yaxşı bilir. Ona görə də bircə ondan razıyam, özündən narazıyam kimi olmalıdır. Çünki nə zaman özünü bəyənməyə başladınsa, ən çox da insanın özünü bəyənməsi salih əməllər etdiyi zaman olur. Bu zaman şeytan onu elə aldadır ki, insan artıq nə olur? Fərqində də olmur. Özünü bəyənir və məhv olur, gedir. Ona görə də, möhtərəm qardaşlar, insan özünü bir heç biləcəkdir, heç. Heç olduğunu biləcəkdir. Fani varlıq demək də əsas mənası o deməkdir, yox deməkdir. Fəna nə deməkdir? Yox oldu deməkdir. Baqi isə var oldu deməkdir. Fanilər deyirik. Niyə görə fanilər deyirik? Çünki əslində biz yoxuq, yəni. Yox olduğunu biləcəksən. Etdiyin şeylərin hamısının Allahdan olduğunu biləcəksən. Əlindən gəldiyi qədər yaxşılıqlar edəcəksən. Böyük işlər görəcəksən. Amma heç vaxt nə olmayacaqsan, onu özündən görməyəcəksən. İxlas nə deməkdir? İxlas ilə o deməkdir ki, sənə olunan pislikləri unutmaq, etdiyin yaxşılıqları da unutmaq. Bir, etdiyin yaxşılıqları unutacaqsan, sənə olunan pislikləri unutacaqsan. O zaman ixlas sahibi olacaqsan. Və əməlinizin qəbul olunmağını da istəyirsinizsə, möhtərəm qardaşlar. Zəkat verdin, unudacaqsan. Sədəqə verdin, unudacaqsan. Yaxşılıqlar etdin, unudacaqsan. Məscid tikdin, məsciddə gözəl işlər gördün, unudacaqsan. Salih əməllər gördün, unudacaqsan. Qoy insanlar desinlər ki, nə qədər böyük adam, nə qədər yaxşı adam, nə qədər... Amma sən onu unudacaqsan. Özündən bilməyəcəksən. Allahdan biləcəksən. Allah nəsib elədir. O qədər Allah-u Teala imkan verdiyi, milyardlar verdiyi insanlar var. Amma Allah-u Teala onlara salih əməlləri nəsib eləmir. Elə deyil mi, möhtərəm qardaşlar? Namazı nəsib eləmir, zəkatı nəsib eləmir. Gözəl məscid tikməyi nəsib eləmir, nə bilim, yetimxana tikmək. Amma varının, yoxunun həddi hüdudu yoxdur. Bu da böyük bir nimətdir. Kasıbların olması böyük bir nimətdir. Düşünün ki, hər kəs zəngin olsa, sən zəkat verməyə, zəkat ibadətinin həzzini dadmağa yer tapmırsan, sədəqə verməyə yer tapmırsan. Elə deyilmi? Elə İslam tarixində elə zamanlar olur. Adamlar əllərində pulları, qızılları dolaşıbdılar ki, gündüzdə Şamla adam axtarıblar ki, görürsən, haradan çasıb tapa bilərik ki, onlara zəkat verək, sədəqə verək və o ibadətin həzzini də bax. Belə şeylər olub İslam tarixində, möhtərəm qardaşlar. Ona görə də Allaha sonsuz həmd sənalar etmək lazımdır. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Qardaşlar, yenə qana ehtiyac olacaqdır. Qan vermək istəyənlər, bizim otaqda nömrəsi yazılıdır. Bir qardaşın qana ehtiyacı var, bunu da söyləyək.
Möhtərəm qardaşlar, inşallah 4-5 dəqiqədə davam edib moizəmizi bitirəcəyik. Həqiqətən, yəni insan Allahın ona bəxş etdiyi imkanları nimət olaraq görməsi lazımdır. Yəni insanlara minnət qoymaq və ya ay mən bunu etdim, onu etdim demək ancaq insanın dəyərini düşürər, ancaq insanın ixlasını düşürər. Ona görə də, möhtərəm qardaşlar, hər şeyi Allah verdiyini bilmək, Allahdan görmək, Allah sənə nəsib elədi, bura gəlməyi Allah sənə nəsib elədi, Allah namaz qılmağı sənə nəsib elədi. Özündən gördüyün andan etibarən şeytan işə başlamış deməkdir. Və də o işə kölgə düşürür deməkdir. Ona görə də bura uzun incə yoldur. Onu dediyim kimi, fəqirə sədəqə verirsən, zəkat verirsənsə, ona təşəkkür eləmən lazımdır, sağ ol demən lazımdır, var ol demən lazımdır. Sən olmasaydın mən bu ibadətin həzzini hardan dadacağım deməyin lazımdır. Ona görə də möhtərəm qardaşlar, əsas məsələlərdən biri də nədir? Əhdə vəfa göstərməkdir. Yəni, heç bir şeyi özümüzdən bilməməyimizdir. Yəni, biz fani varlıqlarıq, yox olan varlıqlarıq. Allah-u Teala bizə nəsib eləyir ki, bu şeyləri həyata keçirir. Nəsib eləyir ki, ibadət edirik. Nəsib eləyir ki, Allah imkan verir ki, sədəqə veririk. Allah imkan verir ki, yaxşılıqlar edirik. Ona görə də ixlasa hər zaman insanlar səni tərifləyə bilərlər, amma sən özünü daha yaxşı bilirsən. Ən-nəs yəmdəhunəkə limə yazununa fikə. İnsanlar səndə olanı zənn etdikləri üçün səndir. Fəkun əntə zəmən li nəfsikə limə ta'ləmuhu minə. Sən isə hər zaman nəfsini nağar, tənqid elə. Çünki sən öz nəfsini yaxşı bilirsən. Nəfis tərifləndiyi zaman yolunu azar. Nəfis tərifləndiyi zaman günaha meyl eləyər. Ona görə də nəfis son ana qədər va'bud rabbəkə həttə yətiyəkəl yəqin. Ölüm gələnə qədər nəfislə mücadilə davam edir. Nəfislə mücadilə sülhü olmayan bir mücadilədir. Sülhü olmayan bir mübarizədir. Son nəfsə qədər davam edir. Əl-mu'minu idə mudiha istahya minallahi ən yusnə aleyh bi vasrin la yəşəduhu min nəfsi. Nə gözəl hikmətdir. Mömin tərifləndiyi zaman Allahdan utanar. Ki minallah ən yusnə aleyh bi vasrin la yəşəduhu min nəfsi. Yəni o özündə bunu görmür. Yəni insanlar təriflənməyi sevirlər, deyilmi? Həqiqətən insanın ən böyük bəlalarından biri də möhtərəm qardaşlar, nəfsin bəlalarından birisi də odur ki, başqalarının könlündə yer tutmaq.